Hazırda ölkə ərazisində güclü yağıntılar davam edir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağıntılar martın 29-u gündüz saatlarına qədər də davam edəcək. Bildirilib ki, sabah Bakıda və Abşeronda arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq. Yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə su basma halları davam edəcək. Gündüz yağıntılar tədricən kəsiləcək, gecə və səhər duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 8-11, gündüz 12-17 dərəcə isti olacaq. Sabah Naxçıvanda da güclü yağıntı gözlənilir. Temperatur 9-11 dərəcə isti ehtimalı var. Martın 29-u əksər rayonlarda güclü yağış yağacaq, dağlıq ərazilərdə qar yağacaq, ayrı-ayrı yerlərdə yağıntılar intensiv olacaq, şimşək çağacaq, dolu düşəcək, gecə və səhər duman gözlənilir, mülayim qərb küləyi əsəcək, temperatur gecə 6-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti olacaq.